Salam, necəsiz, əziz izləyicilər? Səmranın bugünü Down sindromlu şəxslərin reabilitasiya mərkəzində keçsin. Çünki buna səbəb mən internetdə bir video gördüm ki, hansı ki mənim halımı o qədər xoşbəxt elədi, o qədər sevinç hisslərinə qərq oldum. İndi sizə o videonu təqdim edirəm. Həm burada müəllimə ilə tanışlıq, həm buradakı uşaqlarla tanış olmaq istədim. Çünki onlar da gələcəyin bir fərdidir və uşaqlar da bizim gələcəyimizdir. Elə isə getdik tanışlığa. Operator mikrofonu unudub, dostlar. Bu ona görə bugün ARB-dəyəm. Onsa verilişimiz ARB-də də yayımlanır. Çünki bilirsiniz, Kanal S və ARB qardaşlar. Reabilitasiya mərkəzi əsasən Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmışdır. Bu mərkəzdə uşaqlara əsasən məqsəd dərs seçmək deyil, onlara həm də cəmiyyətin bir parçası olmağını göstərməkdir.